bir adama sən illərlə dostluq elə, yaxşılıq elə, xeyirxahlıq elə, bir dəfə onun ayağını bastalayırsan, adam sənin düşmənin olur. Və sən də anlaya bilmirsən ki, bu necə oldu axı, mən buna yaxşı adam idim, bu qədər xeyir işlər görmüşdüm. Yəni bizim psixologiya bu cürdür. Bir dəfə dünyanın çox tanınmış hava limanlarının birinin təyyarəsi ilə uçurdum. Nəsə orada bir problemimiz yarandı və mən narahat oldum və o təyyarədən düşəndən sonra mən dedim ki, girəcəm bu hava limanının rəsmi beynəlxalq səhifəsinə, orada bir dənə neqativ rəy yazacağam. Girdim, ora baxıb gördüm ki, orada hamı neqativ yazıb və dəyərləndirmə də 5 baldan 3.4 nə qədərdir və mənə maraqlı gəldi ki, bu tanınmış bir hava limanıdır. Nəyə görə buna belə bir neqativ dəyərləndirmə gəlir? Sonra dedim məsələndə indiyənə kimi sən bunun xidmətlərindən nə qədər istifadə eləmisən? Məsələn 20 dəfə. 20 dəfə məmnun qalmışam. Bəli, məmnun qalmışam. Ancaq mən o 20 dəfə məmnun qalanda gedib bir dəfə müsbət rəy yazmamışam. İndi bir dəfə nəsə orada bir problemimiz yarandı. Mən artıq onun saytını axtarıram ki, orada bir dənə neqativ bir rəy yazım. Düzdür, neqativ rəy yazmadım. Çünki düşündüm ki, orada ədalətsizlik olar da. 20 dəfə şirkət gözəl xidmət göstərib, mən orada onu dəyərləndirməmişəm. Yəni nə qədər ünsiyyətlərdə, dostluqda, ər-arvad münasibətlərində, övlad münasibətlərində ixtilafların sayı az olacaqsa, tənqidlərin sayı az olacaqsa, münaqişələr az olacaqsa, o ünsiyyət bir o qədər davamlı və uzun ömürlü olacaq.